Olimpiya Komitəsi Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi OSEP layihəsi çərçivəsində təşkil olunan növbəti tədbir 53 nömrəli tam orta məktəbdə baş tutub. OSEP layihəsi çərçivəsində keçirilən Qardaş Respublika Özbəkistan adlı növbəti tədbir Azərbaycan və Özbəkistan dostluğuna həsr olunub. Tədbirdə Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Baxrom Aşrafxanov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı Ruslan Məmmədov, Beynəlxalq Layihələr İdarəsinin məsləhətçisi Günay Əskərova, OSEP proqramının koordinatoru Nərmin Kərimova, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tünzalə Zeynalova açaraq, Azərbaycan və Özbəkistan xalqlarının ortaq milli adət-ənənələri, zəngin mədəniyyəti və tarixi barədə danışıb. Tədbirdə məktəbi müəllimi Kəmalə Seyidovanın rəhbərliyi ilə şagirdlərin Özbəkistan haqqında hazırladığı təqdimatlar dinlənilib. Özbək milli rəqsi nümayiş olunub. OSEP layihəsi Milli Olimpiya Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə layihəsidir. 2019-cu ildən etibarən həyata keçirilir. 53 nömrəli tam orta məktəb 22-ci ildən etibarən bu layihəyə qoşulubdur. Və biz Özbəkistan Respublikasının Əlburuni məktəbi ilə əməkdaşlıq edirik. Əməkdaşlıq çərçivəsində silsilə tədbirlər həyata keçirilibdir. Bunların içərisində bizim məktəbin heyəti Özbəkistanın 3 şəhərində, Daşkənd, Buxara, Səmərqənd şəhərlərində ziyarət etmişdilər və məktəblə yaxından tanış olaraq onların tədris təlim prosesindən dərindən öyrənmişlər və əməkdaşlıq bu istiqamətdə davam etmişdir. Biz telekörpülər də həyata keçiririk mütəmadi şəkildə. TV körpülər müxtəlif konkret mövzulara həsr olunur. Ola bilsin ki, bir dəfə mədəniyyətimizə, bir dəfə tariximizə, coğrafiyasına, idman xüsusən idman sahəsində əldə olunan uğurlara həsr olunur. O zaman Özbək şagirdlərinin Azərbaycan haqqında hər dəfə daha artıq bilgilər əldə etdiyini şahid oluruq. Bu da qürur vericidir. Yaşasın Özbəkistan-Azərbaycan dostluğu və biz məktəb olaraq payımıza Özbəkistan düşdüyünə görə çox məmnunuq. Şagirdlər iki xalqın ortaq bayramlarına həsr olunmuş dialoq təqdim edib. Özbəkistanın coğrafiyası, tarixi, memarlıq abidələri, ənənələri və digər xüsusiyyətləri barədə çıxışlar ediblər. Azərbaycan və Özbək dillərində şeirlər səsləndirilib. İdmanda qazanılan uğurlar təqdim edilib. Həmçinin şagirdlərin əfsanəvi Özbək qrupu Yallanın məşhur mahnısını xorla ifa etməsi qonaqlar tərəfindən maraqla qarşılanıb. Günləri OSEP layihəsi çərçivəsində tədbir oldu və mən bu tədbirdə iştirak elədim. Orada şeir danışdım. Bu tədbir çox maraqlı idi. Balaca 4-cü sinif qızlar gəldilər, burada rəqs elədilər və biz də baxdıq. Bizə də çox maraqlı idi. Mən əgər Özbəkistana getmək istəsəm, ən birinci Xivaya getmək istəyirəm və İçankalaya baxmağa. Mənim Özbəkistan çox xoşuma gəldi və Özbəkistan haqqında çox məlumat bildim. Bu tədbir mənim çox xoşuma gəldi. Özbəkistan da çox qəşəng ölkədir. Çox xoşuma gəldi necə qızlar rəqs elədilər. Orada məlumat aldım, özüm də məlumat verdim. Bugün bizim açıq dərsimiz olmuşdu və mənim çox xoşuma gəldi. Mən olmuşdum aparıcı və mən biraz məlumat verdim, mənə də məlumat verdilər. Mən çox bir şey başa düşdüm oradan, çox xoşuma gəldi. Daha sonra çıxış edən səfir Baxrom Aşrafxanov Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən oxşar adətlər, mətbəx mədəniyyəti və qədim şəhərlər haqqında geniş məlumat verib, şagirdlərin suallarını cavablandırıb. 5-ci sinif şagirdi Mehri Məmmədova tədbir zamanı çəkdiyi rəsmi səfir Baxrom Aşrafxanova hədiyyə edib.
Səfir isə öz növbəsində məktəbə və Milli Olimpiya Komitəsinin nümayəndəsinə Şafqat Mirziyoyev fenomeni adlı kitab təqdim edib. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi adından 53 saylı orta məktəbə OSEP layihəsi çərçivəsində Özbəkistanla bağlı etdiyi möhtəşəm tədbirə görə öz təşəkkürümüzü bildirmək istəyirik və həmçinin bildirmək istəyirəm ki, bu cür tədbir yalnız OSEP-in məqsəd və prinsiplərinə uyğunluğu ilə deyil, həmçinin şagirdlərin fəallığı, təqdimat bacarığı və fəallığı ilə də fərqlənirdi. Bu cür tədbirlər və təşəbbüslər Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərin məktəb mühitində daha da təşviq olması üçün çox böyük əhəmiyyətli töhfə vermişdi və biz Milli Olimpiya Komitəsi olaraq bu cür təşəbbüslərin davamlı olmasını arzuluyoruz və bu cür təşəbbüslər inanırıq ki, digər məktəblər üçün nümunə rolunu oynayacaqdır. Sonda qonaqlar və tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.